Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Dərsimiz metal pəstahların kəsilməsidir. Metal pəstahlar nə ilə kəsilir, hansı alətlərlə kəsilir? İndi bu haqqda ətraflı danışacağıq. Sərt prokatdan olan pəstahlar çilingər bıçqısı ilə kəsilir. Deməli, sərt prokatdan olan pəstahlar nə ilə kəsildi? Çilingər bıçqısı ilə. Bəs sərt prokat nədir? Sərt prokat yayma, yəni yayma maşınlarının müxtəlif kəsimli məmulatlar, yəni armatur, zolaq, yəni bunlar alınır. Yəni armatur, zolaq kimi məmulatları isə biz çilingər bıçqısı ilə kəsə bilərik. Çilingər bıçqısının əsas hissələri hansıdır? Əsas hissəsi sökülməyən çərçivə, bıçqı lövhəsi və dəstək bunun əsas detallarıdır. Deməli, hansıdır? 3 əsas hissəsi var: sökülməyən çərçivə, bıçqı lövhəsi və dəstək. Bıçqı lövhəsi özü alət poladından hazırlanır. Yəni alət poladı yəni yararlı olan poladdan hazırlanır. Uclarında 2 deşiyi olan nazik zolaqdır. Uclarında 2 deşiyi olan nazik zolaqdır. Lövhənin bir və ya 2 kənarında bir tərəfə meylənmiş dişlər kəsilmişdir. Baxın, lövhənin bir kənarında yox, bir və yaxud da ki 2 kənarında bir tərəfə meylənmiş dişlər kəsilmişdir. Bıçqı lövhəsi çərçivəyə ştiflərlə bərkidilir və dartıcı qulaqlı qayka ilə dartılır. Ştif nədir? Ştif isə silindr və yaxud da konus şəkilli mil formasında olan bərkidici bir məmulatdır. Həmin bu bıçqı lövhəsi çərçivəyə məhz bu ştiflər vasitəsilə bərkidilir və dartıcı qulaqlı qayka ilə də dartılır. Bərkidilmə zamanı dişlər dəstəyə əks istiqamətdə yönəlməlidir. Şəklə baxsaq görərik ki, həqiqətən də dəstək ön tərəfdən görünür, dişlər isə sanki əks tərəfə istiqamətlənib. Bu da nə üçündür? Yəni onun kəsməsi üçündür. Axı eyni tərəfdə olsa, orada kəsmə prosesi mümkün olmayacaq. Bıçqı lövhəsinin kəsilməsi nə az, nə də çox olmalıdır. Çünki əks halda onun sınmasına səbəb ola bilər. Əl bıçqısının, yəni çilingər əl bıçqısının 7 hissəsi var. 3 hissəsini dedik, əsas 3 hissəsi detalı var ki, burada isə ümumi 7 hissəsini göstərir. Hansıdır? Qulaqlı qayka 1, baxırıq, görürük ki, şəklə baxanda bilinir ki, qulaqlı qaykanın hissəsidir. İkinci çərçivə, üçüncü hərəkətli başlıq, 3-ə baxırıq, hərəkətli başlıq, 4 bıçqı, 5 tərpənməz başlıq, 6 dəstək və 7 isə ştiflər sayılır. Deməli, qulaqlı qayka, çərçivə, hərəkətli başlıq və tərpənməz başlıq. Baxın, biri hərəkətli başlıqdır, biri tərpənməz başlıqdır. Testlərdə yazır hərəkətsiz başlıq, hərəkətli başlıq, tərpənən başlıq, tərpənməz başlıq yox. Burada hər ikisi də, yəni başlıqdır. Biri hərəkətlidir, digəri isə tərpənməz. Hərəkətli və tərpənməz başlıqlar. Daha sonra pəstahı məncənədə möhkəm sıxır və lövhənin sürüşməməsi üçün kəsmə nöqtəsində yeyə ilə mişar yeri açılır. Deməli, kəsmə nöqtəsində yeyə ilə nə açılır? Mişar yeri açılır yeyə vasitəsilə. Nə üçün? Lövhənin sürüşməməsi üçün. Kəsmə yeri 10-15 mm məngənənin dodaqlarından kənarda yerləşir. İş zamanı düzgün iş vəziyyətini almaq üçün bıçqını hər iki əllə tuturuq. Çilingər bıçqısı hər iki əllə tutulur. Bıçqının irəli hərəkəti zamanı işlək gediş, yəni bıçqı önə doğru hərəkəti işlək gediş, dişlər metalı kəsir bu zaman. Geriyə hərəkəti zamanı isə bu boşuna gediş sayılır. Yəni artıq burada kəsmir, boşuna gediş, yəni önə getdi, kəsdi, artıq geriyə gələndə, çünki onun dişləri bir tərəfə meylənib, dəstəyə əks istiqamətdə, yəni önə doğru getdi, kəsdi, amma arxaya gələndə artıq o da kəsmə prosesi olmur. Ona görə də boş gedişdə pəstahı deyir, yəni işlək gedişdə yüngülcə sıxırıq, yüngülcə. Amma boş gedişdə isə sıxmadan hərəkət etdirmək lazımdır. Sonra burada şəkil A və B-də A-da gövdənin vəziyyəti verib, B-də isə əllərin vəziyyəti. Yəni iki əllə tutulur deyəndə görürsünüz, biri dəstəkdən, digəri isə hansı hissədən? Sanki bıçqının ön hissəsindən sol əli ilə
tutur və iki tərəfdən kəsmə prosesini yerinə yetirir çərçivəsindən. Və burada əllərin vəziyyəti, gövdənin vəziyyətinə baxırıq. Gövdə sanki qollar burada 90 dərəcə açılmış olur. Qola baxsaq, həmin bu gövdənin vəziyyətində qollar 90 dərəcəlik bucaq altında açılmış vəziyyətdə olur. Bıçqını pəstahın üzərinə elə hərəkət etdirmək lazımdır ki, kəsmədə bıçqı lövhəsi bütünlüklə iştirak etsin. Bu zaman lövhənin dişləri eyni qədərdə yeyiləcək. Əgər onun, yəni bütövlükdə bütün dişləri iştirak etməsə, o eyni qədər, yəni dişləri eyni formada yeyilməyəcək. Yarısı belə deyə yeyiləcək, artıq kütələcək, vaxt getdikcə sınacaq, qopacaq, amma digərləri qalacaq. Bu da artıq belə deyək, bizim alətimizin yararsız hala düşməsinə səbəb olacaq. Metal zolağı müəllimlər ensiz tərəfindən kəsmək daha asandır. Bu da testlərə çox düşür. Ensiz tərəfindən kəsmək çox asandır. Belə ki, zolağın qalınlığı bıçqı lövhəsinin 3 dişi arasındakı məsafədən az olmamalıdır. Bu sözə də diqqət yetirin. Bıçqı lövhəsinin dişi arasındakı məsafədən, 3 dişi arasındakı məsafədən az olmamalıdır. Az olmalıdır, çox olmalıdır, yox. Olmamalıdır. Necə? Az olmamalıdır. Əks halda nə olar? Dişlər sına bilər. Əgər pəstahın qalınlığı bu məsafədən az olarsa, onda nə edirik? Bu zaman isə onu məncənəyə iki taxta kiçik tir arasında bərkidirik. Bilirik ki, bu məmulat məncənədə emal olunur. Və bu zaman deyir ki, həmin pəstahı məncənədə iki taxta kiçik tir arasında bərkidirik. Və kiçik tirlərlə birlikdə kəsirik artıq pəstahı. Sanki bu zaman o arasında o deyil ya, dişlərin arasındakı 3 diş arasındakı məsafədən az olmamalıdır. Sanki məsafəni artıq tamlaşdırmış oluruq bu formada. Və əgər pəstah daha böyük uzunluğa malik olarsa, bu zaman çərçivə onun başlığına dirənəcək. Əgər deyir ki, pəstah uzun olarsa, bu zaman çərçivə onun başlığına dirənəcək. O zaman isə bıçqı lövhəsini çərçivəyə nəzərən 90 dərəcə döndərib işi davam etdiririk. Nəyi? Bıçqı lövhəsini. Yəni bizə burada lazım olan nədir? Lövhə. Biz işi nə ilə görürük? Bıçqı lövhəsi ilə. Ona görə də biz məmulatı və yaxud da ki, çərçivəni çevirmirik. Biz burada bıçqı lövhəsini çərçivəyə nəzərən 90 dərəcə çevirib və beləliklə işi davam etdiririk. Bıçqı lövhəsi baxın bir mişardır, düz deyil. Sanki düşünün ki, burada bıçqı lövhəsi mişardır və biz mişarı çevirib kəsirik. Çərçivəni yox. Yəni bu ola bilər ki, bu formada düşər ki, çərçivəni bıçqı lövhəsinə nəzərən. Xeyr. Bıçqı lövhəsini, yəni mişarın özünü çərçivəyə nəzərən 90 dərəcə bucaq altına çevirib bu zaman kəsmə prosesini yerinə yetirə bilərik. Daha sonra burada şəkil A və B-də A-da lövhəni fırlatmadan göstərir. Yəni çərçivəni bıçqı lövhəsini görürsüz, heç bir dəyişməyib də, yəni əyməyib sağa, sola 90 dərəcə. Sadəcə məncənənin arasında məmulat bərkidilir və onu sadəcə kəsir. Amma şəkil B-də görürük ki, artıq lövhəni 90 dərəcə bucaq altında fırladaraq, yəni pəstah artıq burada uzundur, ona görə 90 dərəcə bucaq altında fırladıb bu formada kəsir. Sonra müəssisələrdə kiçik metal lövhələr mexaniki bıçqıların, diskli və yaxud da ki, lentli mexaniki bıçqı, diskli və yaxud da ki, lentli mişarların, bucaqlı cilalayıcı maşınların köməyi ilə kəsilir. Təhlükəsizlik qaydasında pəstah məncənədə möhkəm bərkidirik, səlis dartılmadan işləyirik. Baxın, dartınmadan, səlis və dartınmadan işləyirik. İşləyərkən bıçqının dəstəyi saz olmalıdır. Lövhə quyruq hissəyə yaxşı oturmalıdır. Kəsmənin sona yetirərkən bıçqını sıxmağa az güc sərf edin. Bu zaman pəstahın kəsilən hissəsini əl ilə tutun. Baxın, çox zaman deyir ki, əl ilə tutmayın, əl vurmayın. Burada görürsünüz nə deyir ki, pəstahın kəsilən hissəsini əl ilə tutun. Metal yonqarını və bıçqı ovuntusunu əl ilə süpürüb təmizləmək olmaz. Bu zaman xüsusi əlcəkdən və metal fırçadan istifadə edin. Metal yonqar görürsə,
avtomatik biz orada metal fırçadan istifadə edəcəyik. Bu dərsimizdə bu qədər. Sadə bir dərsdir, çətin heç nə yoxdur. Uğurlar olsun sizə.